Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Mən Ağabəyli Saməddin. Bugün sizlərə Naxçıvanda keçiriləcək 2026-cı il sertifikasiya imtahanında olacaq imtahan üçün müəllimlərə dəstək xarakterli videolara başladırıq. Bu bizim birinci seriyamızdır. Həm riyaziyyatdan, həm Azərbaycan dilindən sualları və izahlarını əldə etmək üçün bizim ödənişsiz WhatsApp kanalımız var. O kanala qoşulun 055 527 2599 WhatsApp nömrəsinə yazaraq siz də əvvəlcə sualları özünüz işləyə bilərsiniz. Sonra isə bu şəkildə izahına baxıb imtahana tam rahat formada bütün proqramı əhatə edən sualları görə bilərsiniz. Başladıq. Birinci sualımız mərtəbə sinifinə bağlıdır. Belə bir ədəd verilir və bu ədədin oxunuşunu bizdən soruşur. Ədədləri oxuyarkən 3-3 bunu siniflərə ayırırıq. Bu sinifimizin adı təkliklər sinifidir. Gəlin yuxarıdan ayıraq ki, rahat olsun. Bu sinifimizin adı təkliklər sinifi. Növbəti üçlüyün adı minliklər sinifidir. Minliklər. Növbəti sinifin adı milyonluqlar sinifidir və növbəti sinifin adı isə milyardlıqlar sinifidir. Əvvəlcə sinifin içərisindəki ədədi oxuyuram. 65 və sonra sinifin adını çəkirəm milyard. Deməli 65 milyard. Milyon sinifində heç nə yoxdur, sıfırlar var, adını çəkmirəm. 250 min və 9. 65 milyard 250 min 9. C variantı bizim doğru cavabımızdır. Ümumiyyətlə çalışın hansı mövzunu başa düşməsəz YouTube-da izahına baxın. Məsələn, mərtəbə sinif Ağabəyli Saməddin yazaraq siz də YouTube-da bu sualların mövzu izahlarını, yəni uyğun olaraq baxa bilərsiniz. İkinci sualımız saat məsələsinə bağlıdır. Bilirsiniz ki, hər imtahanda saat məsələsindən suallar olur. Həmçinin Naxçıvanda keçiriləcək sertifikasiya imtahanında da saat məsələsi qarşınıza çıxacaq. Və bizim dərs qruplarımıza, sınaqlar qruplarımıza qoşulmaq istəyirsinizsə 055 527 2599 WhatsApp nömrəsinə yaza bilərsiniz. Bu videonu da bəyənin, paylaşın öz iş yoldaşlarınızdan, onlara da dəstək ola bilərsiniz. Bu video hər kəsə açıqdır. Sabir evdən saat 7:30-da çıxdı və işə getdi. 11 saat 40 dəqiqə işlədikdən sonra evə qayıtdı. Deməli 7:30-da evdən çıxır. Üstəgəl 11 saat 40 dəqiqə iş görür, işləyir. Deməli olur saat burada 70, burada olur 18:70. Bilirsiniz ki 70 dəqiqə 1 saat 10 dəqiqə deməkdir. Həmin o 1 saatı 18-in üzərinə gəlirəm, 19 saat 10 dəqiqə eləyir. Deməli Sabir evdən çıxıb işə getdi və işləməyə başladı. Sabirin evdən çıxandan sonra işlədiyi saatı üzərinə gələndə 19:10 edir. Amma mənim burada nəzərə almadığım bir şey var ki, Sabir 1 evdən işə gedib, 2 işdən evə qayıdıb. Və bizdən soruşur ki, Sabir saat neçədə evə çatar? Bu adam 25 dəqiqə işə gedib, üstəgəl 25 dəqiqədə evə qayıdıb. Düzdür? Deməli bunun yolu 50 dəqiqədir. Getmə 25 dəqiqə, gəlməyə 25 dəqiqə. Deməli 50 dəqiqədə bunun yolunu hesablasam, Sabir 19:60-da 60 dəqiqədə 1 saat olduğuna görə, yəni 20:00-da evinə çatmış olacaq. B variantı 20:00 bizim doğru cavabımızdır. Əgər imtahan tipli bütün belə deyək də mövzuları əhatə edən bir kitab istəyirsinizsə, FES Akademinin sizlər üçün ibtidai sinif müəllimləri üçün riyaziyyat kitabı var. Bütün kitabxanalarda var, hər yerdə. Əgər kitabı tapa bilməkdə çətinlik çəkirsə, bizə müraciət edərsiniz. Biz sizə uyğun kitabxanalarda sizə yaxın olanları bildirərik. 5x çıxılsın 2, vurulsun 4, kiçikdir bərabərdir 138. X-in ala biləcəyi ən böyük natural ədədi tapın. Bu tipli suallarda biz necə edək? Vurub aça bilərik. Məsələn, 4-ü 5x-ə vuranda 20x, çıx 4-ü 2-yə vuranda 8. Kiçikdir bərabərdir 138. Buradan da 8-i mən məcburam sağa keçirim. Bir tərəfdən o bir tərəfə ədəd keçəndə işarə dəyişir. Olur 20x, kiçikdir bərabərdir 138, üstəgəl 8. 20x, kiçikdir bərabərdir 138-in üstə 8 gələndə 146 edir. X da kiçikdir bərabərdir 146-nı 20-yə böləndə 7 və qalıq qalır. 7 və qalıq qalır. İndi bizdən soruşur ki, X-in ala biləcəyi ən böyük natural ədəd neçədir? X-in ala biləcəyi ən böyük natural ədəd 7-nin özüdür. Çünki bərabərlik işarəsi var və həm də 7 qalıqdan kiçik ədəd 7-nin özüdür. Və yəni yoxlamaq üçün də aparıb X-in yerinə 7 qoya bilərsiniz. 7 bizim bu sualımızın şərtini ödəyir həqiqətən də və sualımızın cavabı E variantı 7-yə bərabərdir.
Keçək növbəti sualımıza. 4-cü sualımız tənlik mövzusuna bağlı sualdır. Bilirsiniz ki, imtahanda bizim ayrıca bir sualımız tənliklə bağlı olur. Elə sonuncu sertifikasiya imtahanlarında da olmuş bir tənlik tipini sizə təqdim edirəm. 6 vurulsun, x çıxılsın 4, üstə gəlinsin 2 vurulsun, 5x üstə gəlinsin 3 bərabərdir 46. Bu 46x deyil, 46'dır. Sadəcə sizdən x-i soruşur. İndi biz burada nə edəcəyik? 6-nı x-a vuracağıq, eləyəcək 6x. Çıx 6-nı 4'ə vuracağıq, 24. Üstə gəl 2-ni 5x-a vuracağıq, 10x. Üstə gəl 2-ni 3-ə vuracağıq, 6. Bərabərdir 46. Ümumiyyətlə, hansı hissə çətin gəlirsə videonu rəy bölməsinə mütləq bunu bildirin və yaxud da öz ürək sözlərinizdə yazmağı unutmayın. 6x-dan 10x-i toplayırıq. Eləyir 16x. Düzdür? 24 bu mənfidir, bu müsbətdir. Sağa keçirəcəm, bərabərdir 46. Bir tərəfdən o bir tərəfə keçəndə işarə dəyişir. Üstəgəl 24 olacaq. Çünki çıx idi, üstəgəl oldu. Burada da üstəgəl 6, çıx 6 olacaq. 16x bərabərdir. 16x bərabər. 46-ın üstə 24 deyəndə 0 yazdım, 1 yadda 6, o da 1 yadda 7, çıx 6. Elədi 64. X da bərabərdir. 64'ü 16'ya bölürəm 4. Deməli bizim x-imizin qiyməti B variantı 4'ə bərabərdir. Ümumiyyətlə, imtahanda suallardan qorxmayın. Bilirəm, bir çoxlarınızın iş, ev, ailə, bütün qayğılar bir yerə toplaşır və müdavimlər, müəllimlər biraz narahatlıq içindədirlər. Amma qorxmayın, inşallah ki, imtahanınız da ürəyiniz olacaq, rahatlıqla yaza biləcəksiniz. Yadınızda saxlayın ki, hər imtahanda mütləq şəkildə rahat suallar da olur və biz o rahat suallardan başlasaq, imtahan bizim üçün daha xoş və rahat keçəcək. A məntəqəsindən yola çıxan maşın 60 sürəti ilə 3 saat yol getdikdən sonra gəlin sürəti 60 olan maşının 3 saata nə qədər yol getdiyini baxaq. Sürəti zamana vuraraq gedilən yolu 180'i taparsınız. Əla. Və deyir ki, sonra sürətini 5 km/saat azaltdı. Əvvəlki sürət nə qədər idi? 60 idi və bunu 5 vahid azaltdı, oldu 55. İndi deyir, 5 km/saat azaltdı, qalan yolu 4 saata getdi. Qalan yolda sürət 55'dir və 4 saata gedib. 55'i 4'ə vurdum. 0 yazdım 2 yadda, 20, o da 22. İndi A və B arasındakı məsafəni soruşur. 180 km birinci, 220 km ikinci getdiyi. Toplasam 0, 0 yazdım 1 yadda, 400 km B variantı bizim cavabımızdır. 6-cı sualımıza baxaq. Bu arada bizi izləyən ibtidai sinif müəllimləri üçün onu da bildirim ki, bizim monitorinqə hazırlaşan 4-cü sinif şagirdləri üçün ödənişsiz suallar paylaşılan və ödənişsiz sınavlar paylaşılan səhifəmiz və kanalımız var. Əgər bu PDF-lərdən yararlanmaq istəyirsə, yenə bizim əlaqə nömrələrimizi yazın ki, məsələn, mən monitorinqə qoşulmaq istəyirəm, mən sertifikasiya dəstək qrupuna qoşulmaq istəyirəm və yaxud da və s. WhatsApp qruplarına qoşulmaq istəyirəm. Nəyə qoşulmaq istədiyinizi mütləq şəkildə bildirin. Gəlin 6-cı suala baxaq birlikdə. 6-cı sual biraz diqqət edilə bilən sualdır. Bakı ilə Şamaxı arasındakı məsafə 180 kilometrdir. Aha, deməli Bakıdan Şamaxıya məsafəmiz bizə verilib 180 kilometrdir. Çəkdim və dedim ki, bura Bakıdır, bu da Şamaxıdır. 180 kilometr. 8-də sürəti 25 olan motosikletçi Şamaxıya doğru yola düşür və saat 11'də kimsə ona doğru sürətlə gəlir. İndi baxın, bu adam saat 8'də yola çıxıbsa, saat 11'ə qədər də heç kəs buna qarşı gəlməyibsə, yəni bu adam tək yol gedibsə, 11'dən 8'i çıxaram görüm neçə saat yolda olub tək? 3 saat, düzdür? 3 saat yolda olan maşın hansı sürətlə yolda olub? 25 sürətlə. Mən də tez 3'ü 25'ə vuram ki, bunun 3 saata getdiyi yol tapım. 3 saata bu tək 75 kilometri gedib, tək. Saat olub 11 və bu yoluna davam eləyir. 11'də buna qarşı da bir maşın buradan yola çıxır. İndi 180 kilometrin 75'ini tək gedibsə, nə qədər qalıb yerdə? 105 kilometr yol qalıb. 105 kilometr, biri bu tərəfdən 25'dən gəlir. Biri də ona doğru sürəti 10'dur, 10'la gəlir. Və siz də bilirsiniz ki, qarşı-qarşı hərəkətdə sürətləri toplayacağım. Nə edəcək? 35 edəcək. Deməli, bu maşınlar, 25 və 10 olan maşınlar bir-birinə saatda 35 ilə yaxınlaşırlar. V1 üstəgəl V2. Və aradakı məsafə artıq 105'dir. Çünki 75 gedilibdə onsuz da. Onu daha bir də təzədən niyə getsinlər? Deməli, mən bu 105'i bölməliyəm 35'ə ki, bunlar neçə saata görüşəcəklər? 3 saata görüşəcəklər. Saat 11 idi də bu buradan çıxanda, bu buradan çıxanda. Saat 11'dən 3 saat sonra, yəni 14:00-da bu maşınlar görüşəcəklər.
Cavab olacaq A variantı 14-ə bərabər. 7-ci sualımız, bir şəhərdən eyni zamanda əks istiqamətdə avtobus və mini maşın yola düşdü. Avtobusun sürəti 72, avtomobilin sürəti isə, yəni mini maşının sürəti isə bundan 13 km çoxdur. Baxın, birinin sürəti 72-dir, digəri bundan 13 vahid çox, yəni üzərinə 13 gəldi. Düzdür, bərabərdir. 72 ilə 13-ü toplayanda eləyir 5 və 85. Deməli, birinin sürəti 72-dir, birinin sürəti 85-dir. Neçə saatdan sonra onlar arasındakı məsafə 471 olar? Mən də nə edirəm? 72 ilə 85-i toplayıram. Bərabərdir 7 və 157. Deməli, bunların sürətləri cəmi 157-dir. Müəllim, niyə topladınız? Çünki əks istiqamətli hərəkətdə sürətlər toplanılır. Biri 72 idi, biri də 13 km çox, yəni 85 idi. Topladım, elə də 157. İndi aradakı yol 471-dir də, düzdür. Siz 471-i böləcəksiniz həmin o 157-yə. Çünki sürəti, mən gedilən yolu bölməliyəm sürətə. Bərabərdir 3 saat almış olacaqsınız. Düsturla görənlər üçün deyək, V1 üstəgəl V2 vur T bərabərdir S. Biri 72-dir, biri 85, V1, V2 budur. S-imiz də verilib bizə 471-dir. Ona görə 471-i 157-yə böldüm. B variantı 3 cavabını almış oldum. 8-ci sualımız eyni istiqamətli hərəkətlə bağlıdır. Bir şəhərdən sürəti 70 olan avtobus yola düşdü. Və 3 saatdan sonra onun ardınca kimsə yola çıxır. Bax, birinci sən maşına mindin. Sürətin 70-dir. 3 saat ərzində sən tək yol gedirsən. Heç kəs sənin ardınca gəlmir. 3 saat tək. Nə qədər uzaqlaşdın məndən? 210 kilometr. Sən bura gəlib çatanda, sürəti 70 olan maşın. Yəni, mən ora gəlib çatanda, başqa bir maşın mənim arxamca saatda 140-dan gəlir mən tərəfə. İstəyir ki, gəlib mənə çatsın. Bax, aramızda 210 məsafə var. Mən 70-dən gedirəm, arxadakı da 140-dan gəlir. Soruşur ki, neçə saata çatar? Qaydanı bilməyənlər üçün deyim. Eyni istiqamətli hərəkət olanda sürətlər çıxılmalıdır. Çünki mən 70-dən gedirəm, sən də 140-dan gəlirsən. Hər saatda mənə 70-70 yaxınlaşırsan. Hər saatda mənə 70-70 yaxınlaşırsan. Aramızda 210 kilometr fərq var. Bunu hər dəfə 70-70 yaxınlaşmaqla neçə saata bitirərsən? 3 saata bitirərsən. Qayda kimi yazın, arxadakı maşının öndəki maşına çatma müddəti soruşulursa, sürətlər çıxılır, aradakı yola bölünür. Sürətləri çıxdım, V1 çıx V2 və aradakı yolu 210-a bölmüş oldum. Cavab oldu E variantı 3-ə bərabər. 9-cu sualımıza baxırıq. Teploxodun çayın axını ilə 115, axına qarşı 152 km yol getdi. Teploxod ilə kater deməkdir. Kater məsələlərində əgər probleminiz varsa, YouTube-a girin, kater məsələləri Ağabəyli İsaməddin yazın və bir dərsi öyrənin. Problemsiz öyrənin. Teploxodun sürəti 21. Çayın sürəti 2-dir. Bütün yola nə qədər vaxt sərf edib? Baxın əzizlərim. Axın ilə yol 115-dir. 115. Axın ilə sürət nə deməkdir? Yəni 21 katerdir, 2 də çaydır. Yəni mən katerlə çayı toplamalıyam, axın ilə sürəti tapmalıyam. Nə qədər eləyir? 23 eləyir. İndi gedilən yolu 115-i böləcəm 23-ə. Bu da eləyəcək 5 dəfə. Yəni axın ilə 115 km yolu mən 5 saata getmişəm. Niyə? Sürətim 21 üstəgəl 2-dir. Çünki axın ilə gedirəm, sürət çoxdur, artır. Axına qarşı gedəndə isə 21-dən 3-ü çıxacam. Eləyəcək 18. Deməli, mənim axına qarşı sürətim 18-dir və 152 km yolu mən nə ilə getməliyəm? Daha doğrusu 21-dən 3-ü çıxdım, 18 elədi. Axına qarşı da 3-ü çıxmalıyım, üzrəyəm, 2-ni çıxmalıyım, mən necə açdım? 2 kilometr verib də bizə 3 verməyib ki. 21-dən 2-ni çıxmalıyım, 19 və 152 kilometri də bölməliyəm 19-a. 152 böl 19. Elədi, neçə saat? 8 saat. 5 saata gedib, 8 saata qayıdıb. Cəmi 13 saat vaxt sərf elədi. Bir daha deyirəm, axın ilə yol budur. Axın ilə sürət 21 üstəgəl 2-dir, yəni 23-dür. Əla. Ona görə 115-i 23-ə böldüm. Yolu sürətə böldüm. 5 saat aldım. Axına qarşı 21 çıx 2-dir, 19. 152 kilometrə yoldur.
Böldüm ki neçə saata getdiyini tapım. 8 saata, 5'in üstə 8, 13. 10-cu sualımız aşağıdakilerden hansı 45 santimetrə bərabər deyil? 45'e bərabər deyil. Baxın, 45 santimetr 450 millimetrdir. Bu düzdür. Çünkü 1 santimetr 10 millimetrdir. 45'i ona vurdum 450. 45 santimetr 4 desimetr 5 santimetrdir. Bu da doğrudur. Ama mən səhvi axtarıram. 45 santimetr ilə 45 santimetrdir. Bu da doğrudur. 45 santimetr 0,45 metrdir. Bəli, 45'i 100'e böləndə həqiqətən də 0,45 edir. Amma A variantı doğru deyil. 4 metr 5 santimetr 405 santimetr edir. 45 eləmir. Ona görə A variantı bizim cavabımızdır. Sizə belə bir tapşırıq verək. Siz yazacaqsınız bu sualın cavabını. 7 metr üstə gəlinsin 4'də 1 desimetr bərabərdir neçə millimetrə. Bu sualı rəy bölməsində tapşırıq olaraq sizə verirəm. 7 metr üstə gəl 4'də 1 desimetr bərabərdir neçə millimetr. Cavabı mənə millimetrlə tapşırıq 1 olaraq yazacaqsınız. Bu videomuzu beğenin, paylaşın, ətrafınızda olan bütün iş yoldaşlarınıza göndərin. Həm onlara yaxşılıq eləmiş olun, savab qazanın. Həmçinin özünüz faydalanın və videonun rəy bölməsinə hansı mövzudan daha çox suallar görmək istəyirsə onu qeyd edin. Öz ürək sözləriniz varsa onu da qeyd etməyi unutmayın. Sizin rəyləriniz bizə böyük bir motivasiyadır. Sağ olun, növbəti video dərsdə görüşərik. Hələlik.